Gəlin, bugün dünyanı dəyişən 3 dahi beyinlə tanış olaq. Düşünün, Qərb fəlsəfəsi 1000 il eyni yolla gedirdi. Amma bu 3 nəfər hər şeyi dəyişdi. Bax, onların qarşısında duran və yıxmağa hazırlaşdıqları da elə bu minillik ənənə idi. İlk qəhrəmanımız René Descartes o qədər təhlik istəyirdi ki, gedib sobanın içində gizlənmişdi. O, qəti bir həqiqət tapmaq üçün bildiyi, gördüyü hər şeyə şübhə etməyə qərar verdi. Məhz bu an anladı. Əgər mən şübhə edirəmsə, deməli, şübhə edən mən varam. Və bu məşhur cümlə də onun fəlsəfəsinin möhkəm təməli oldu. Beləcə, Descartes reallığı ikiyə böldü. Düşünən ağıl və maddiyyatdan ibarət fiziki dünya. İndi isə gəldi Spinozaya. Onun fikirləri o qədər cəsarətli idi ki, həyatı boyu təqib edildi. Öz icmasından qovulsa da, Spinoza geri çəkilmədi. Əksinə, azad düşüncə yolunu seçdi. Descartes-in əksinə, Spinoza deyirdi ki, hər şey birdir. Ağıl və maddə eyni reallığın fərqli üzləridir. Yəni, onun nəzərində kainat vahid bir bütündür. Hər şey Tanrının, yəni təbiətin bir parçasıdır. Spinoza'nın bu cəsarəti sonradan gələn düşüncə və vicdan azadlığı mübarizəsinin təməl daşı oldu. Və sonuncu dahimiz Leibniz. Onun nəzəriyyələri, təsəvvür edin, bugünkü rəqəmsal dünyamızın təməlini qoyub. Bəli, bütün müasir kompüterlərin işlədiyi ikili sistemi, yəni 0 və 1-ləri məhz o icad edib. O, kainatı saysız hesabsız, kiçik şuurlu zərrəciklərdən, bir növ ilahi koddan ibarət təsəvvür edirdi. Leibnizə görə hər şey, hətta insan düşüncəsi belə mükəmməl bir ilahi proqramın parçasıdır. Deməli, əlimizdə qərb fəlsəfəsinin axarını dəyişən 3 inqilabçı mütəfəkkir var. Baxın, biri şübhə ilə məni tapdı, digəri hər şeyi birləşdirdi, üçüncüsü isə kainatı məntiqi kod gördü. Onların üçü birlikdə biliyin mərkəzini avtoritetdən alıb fərdi zəkaya, yəni bizə verdilər. Onların bu intellektual cəsarəti sayəsində bugün yaşadığımız dünya formalaşdı. Bu qədər sadə. Onların hekayəsi bizə bir şeyi göstərir. Doğru bir sual həqiqətən də hər şeyi dəyişə bilər.